Peyğəmbər sallallahu aleyhi və səlləmin ilk xüsusiyyətlərindən Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlərin sonuncusudur. Peyğəmbərlərin sonuncusudur. Ən son gələn Peyğəmbərdir. Ondan sonra Rasulullah sallallahu aleyhi və səlləmdən sonra heç bir Peyğəmbər gəlməyəcək qiyamət gününə qədər. Bu həmçinin imanın sağlamlığı üçün şərtdir. Kim etiqad eləsə ki, Muhammed sallallahu aleyhi və səlləmdən sonra Peyğəmbər gələcək və yaxud da Muhammed sallallahu aleyhi və səlləmlə Peyğəmbər sallallahu aleyhi və səlləmin gəlişi ilə Peyğəmbərlik tamamlanmadı, o insan kafirdir. O insan müsəlman sayılmır. Bu etiqadla İslam dairəsindən çıxır o insan. Çünki kim Peyğəmbərin sonuncu Peyğəmbər olduğunu təsdiqləməsə, Quran və sünnəni inkar etmiş olur. Quran və sünnəni inkar etmiş olur. Və kim Quran və sünnəni inkar edərsə, onun İslamda payı qalmır. O insanın İslam dinində payı qalmır. Allah Teala Əhzəb surəsinin 40-cı ayəsində buyurur: "Mə kana Muhammedun aba ahadin min ricalikum, velakin Rasulullahi və xatamən nəbiyyin." Velakin Rasulullahi və xatamən nəbiyyin. Muhammed sallallahu aleyhi və səlləm sizin içinizdə heç birinizin atası deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm kiminsə atası deyil. O, Allahın göndərdiyi Rasulu və son Rasuludur. Allahın göndərdiyi son Rasuludur. Rasulları, Peyğəmbərləri Muhammed sallallahu aleyhi və səlləmlə Allah tamamlamışdır. Kim desə ki, yox, Allah Peyğəmbərliyi tamamlamayıb, Muhammed sallallahu aleyhi və səlləmdən sonra Peyğəmbər gəlmə ehtimalı var, o insanın İslamdan payı yoxdur. Nəinki Peyğəmbər iddiasını eləyən. Kim Peyğəmbər olduğunu iddia eləyərsə, icma eləyib ümmət ki, o insan kafirdir. O insan kafirdir. Hətta iddia etsə ki, o namaz qılır, oruç tutur, Quran oxuyur və s. kimi. Heç birinin ona faydası yoxdur. Allahın göndərdiyi son Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmdir. Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur: "Ənə xatəmən nəbiyyin, lə nəbiyyə bə'di." Mən Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur. Bugün dəccallar var, qardaşlar. Hər ölkədə dəccallar var, dəccallar, şeytanlar var insan cildində. İddia edirlər ki, bunlar Peyğəmbərdirlər. Onların hamısı yalancı kəzzəblərdir. Onların hamısı iblisin ordusudur. İnsan cildində olan, insan libasında olan şeytanların ta özləridir. Aldatmaqdan və yalan danışmaqdan və hiləkarlıqdan və düzənbazlıqdan başqa bir şey bilmirlər. İnsanların ağlını bulandırırlar. Birinci özlərini Allahı sevər kimi göstərməyə çalışırlar. Peyğəmbərləri ehtiram edərək özlərini göstərməyə çalışırlar. Bu insanların əksəriyyəti qeyri-müsəlmanların xidmətindədir. Qeyri-müsəlmanlar İslam düşmənləri tərəfindən maliyyələşdirilib, ortaya salınan insanlardır. Toplanırlar, şeytani söhbətlər edirlər. Güya cənnəti inanırlar, cəhənnəmi inanırlar, kalifstik taxır, nə bilim, babışqa taxır. Bu buna sahabə deyir, onu əleyhissalam deyir. Bunların hamısı şeytanların ordusudur. Yeryüzündə olan ən fasıq, ən imansız şəxsiyyətdir bunlar. Onların İslamdan heç payı yoxdur. Nə də onların arxası ilə gedənlərin. Onların hamısı tövbə etməsə əbədi cəhənnəmliklərdir. İnşallah demirəm. Ona görə ki, dinimizdə bunların hökmü sabitdir. Tövbə etməsələr onların vay halına. Ölüm gələnə kimi
Qiyamət qopana kimi tövbə qapıları açıqdır. Onların əksəriyyəti xidmət eləyirlər İslam düşmənlərinə, İslam düşmənləri tərəfindən maliyyələşdirirlər. Hətta bu projeni, bu çəkdikləri hiləni tənfiz eləsinlər, həyata keçirsinlər deyə. İxlasla.com saytı tərəfindən təqdim olundu.